Bu ilin yanvar-mart aylarında xaricdən Azərbaycana 211,5 min dollar dəyərində 44 ton təbii bal gətirilib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən ixal olunan təbii balın 1 kiloqramının orta gömrük dəyəri 8,1 manat olub. Qeyd edək ki, ixal olunan təbii balın 90% və ya 39,6 tonu 3 ölkənin Ukrayna, Rusiya və Türkiyənin payına düşüb. Ukraynadan 20,2 ton, Türkiyədən 10,25 ton, Rusiyadan isə 9,2 ton təbii bal gətirilib. Ukrayna və Rusiyadan ixal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri 8,5 manat, Türkiyədən ixal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri isə 5,8 manat olub. Məlumat üçün bildirək ki, bu ilin aprel ayında ixal olunan təbii balın 1 kiloqramının orta satış qiyməti marketlərdə 38 manat olub.